Mayın 5-də saat 16:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin Dıq qəsəbəsi istiqamətində yerləşən döyüş postlarından birində erməni hərbiçilərin təxribat xarakterli hərəkətləri qeydə alınıb. Minval Aza istinadən xəbər veririk ki, yayılan video görüntüdə erməni əskərlərindən biri yarıçılpaq halda səngərin parapetində rəqs etməsi, nalayiq hərəkətləri və Azərbaycan əskərinin ünvanına erməni dilində təhqirlər səsləndirməsi əks olunub. Videodan belə nəticəyə gəlmək olar ki, Ermənistan tərəfi ifrat hərəkətlərə əl atır. Hətta açıq-aşkar əxlaqsız oyunların köməyi ilə Azərbaycan hərbiçilərini təhrik etməyə çalışır. Sevindirici haldır ki, əskərlərimiz bu cür təxribatlara boyun əymədən öz soyuqqanlılıqlarını, təmkinlərini qoruyub saxlayırlar.